İki insan eyni küçəli adımlayır. Birinin daxili çox gərgindir, işləri tərs gedir. O küçədə ancaq zibil, qoxu, siqaret çəkən adamları, maşınların səs-küyünü görəcək və deyəcək: bu dünya dözülməzdir. İkinci insanın daxili çox sakitdir, rahatdır, relaksdadır, sevinir. O həmin eyni küçədə küçənin ağacını, yaşıl ağacını görəcək, oynayan iti görəcək, gülümsəyən bir uşağı görəcək və deyəcək: dünya nə gözəldir, yaşamaq nə gözəldir, nə yaxşı mən yaşayıram, bu mənzərələri görürəm. Küçə eyni küçədə. Niyə bəs dünyalar fərqlidir? Çünki dünya sabit deyil. Çünki dünya o bu iki insanın baxdığı nöqtədən, yəni daxili dünyasından üzə çıxdı. Yarandı və üzə çıxdı. Təsəvvür elə ki, kinoteatrda oturub ekranda qorxulu filmi izləyirsən. Filmi bəyənməyib ekrana tərəf qaçsan, ekranı dırnağınla cızmağa, oradakı qorxulu obrazları əlinlə silməyə çalışsan, nəsə dəyişəcək? Xeyr, sadəcə özünü yoracaqsan. Çünki film ekranda yaranmır. Sən filmi dəyişmək üçün arxadakı proyektor otağına keçməlisən və içindəki lenti, diski dəyişməlisən. Dünyanı birbaşa dəyişmək, insanları birbaşa dəyişmək, ekrandakı görüntünü silməyə çalışmaqdır. Yəni nəticəsiz. Amma arxadakı proyektoru, yəni işığı və filmin çıxdığı o ilk mənbəni dəyişsən, hər şey dəyişəcək. Mənbə sənin daxili inancın, proqramları. Mənbə dəyişəndə ekrandakı film, yəni həyatın öz-özünə dəyişir.